Salam, bu günlərim mən sizə Azərbaycanın qədim xəritəsi üzərində ərəblərin Azərbaycanda yerləşdirdikləri hərbi düşərgələrin yerlərini göstərəcəm. Bir də texnika göstərəcəm ki, bu texnika ilə heç vaxt yaddan çıxartmayasınız həmin əraziləri. İndi siz 2D, 2T, 2B, bir dənə Q, bir dənə də Ə yadda saxlamalısınız. Bu texnikanı yadda saxlasanız yaddan çıxmayacaq. İndi gəlin xəritənin üzərində baxaq bu ərazilər haradır. 2D deyiləndə hara nəzərdə tutulur? 2D-dan biri Dərbənd, digəri isə Dəbildir. Dəbil harada yerləşir? Göyçə gölündən qərbdə yerləşir İrəvan, İrəvandan qərbdə yerləşir Dəbil, Dəbildən də qərbdə yerləşir Ani. İndi biz Dəbili qeyd etməliyik. Demək, 2D hansı oldu? Dərbənd, Dəbil. 2T deyiləndə hansı ərazidir? 2T-dan biri Tiflisdir. Digər isə Urmiya gölünün şimal hissəsindən, yəni şimal-şərq hissəsində olan Təbrizdən gedir söhbət. Təbriz. 2B hansı ərazilərdir? Bərdə və Beyləqan. Bərdə, bir də Beyləqan. 1Q hansıdır? Qazax. 1Ə hansıdır? Təbrizin paralelində həmişə yadınızda qalsın, Ərdəbil olur. Bax, gördüyünüz bu ərazilərdə ərəblər hərbi düşərgələr salmışdılar. Həmin bu ərazilər bu texnikalarla heç vaxt yaddan çıxartmayasınız. Həm də eyni zamanda burada həmin o şəhərlərin yerini öyrənmiş oldunuz.